xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, publisist, dramaturq Qərib Mehdi 90 yaşında vəfat edib. Report xəbər verir ki, bu barədə şairin qələm dostları sosial şəbəkədə bildirib. Qeyd edək ki, bir gün əvvəl şair səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Qərib Mehdiyev Mehdi 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən Ədəbiyyat və İncəsənət qəzetində dərc etdirdiyi İşığın Qəzəbi satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə Oxşarlar piyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Mehdiyevin əsərləri xarici ölkə xalqlarının dillərində nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan İlham Ədəbi Birliyinə rəhbərlik edirdi. 2009-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.